İlk öncə şirniyyatımızın aparasını düzəldirik. 160 qram iloq süd, 10 qram maya, 1 xörək qaşığı şəkər, 2 xörək qaşığı un. Qarışdırırıq. 10 dəqiqə dinləndiririk. 100 qram ağ və qara kişmiş, üzərinə 1 stəkan qaynar su əlavə edirik. Salfetkanın üzərində quruduruq. Kişmişlərimizi başqa qaba əlavə edib, üzərinə 1 xörək qaşığı un tökürük. 4 yumurta, iki yumurtanın ağını ayırırıq və sarısını əlavə edirik. 200 qram şəkər, 1 çimdik duz, 1 paket vanil. Mikserlə qarışdırırıq. 160 qram otaq temperaturunda yumuşalmış çörək yağı və düzəltdiyimiz aparanı da əlavə edirik. Gördüyünüz kimi mayamız çox gözəl aktivləşib. Çay qaşığı uzunluğunda darçın, limon qabığı, portağal qabığı, 600 qram unu az-az əlavə edirik. Yumuşaq, ələ yapışmayan xəmir olur və 1 saat mayalandırırıq. Xəmirimizi yoğururuq, maya iyi gəlməsin. Xəmiri əlimizlə yayırıq. 100 qram rəngli meyvə qurusu, 100 qram ağ və qara kişmiş. Xəmirimizi yenə yoğurmağa başlayırıq. Qablarımızı yağlayırıq. Qabları hazır almışam. Bütün şirniyyat ləvazimatları satılan mağazalardan əldə edə bilərsiniz. Xəmirimizi kündələrə ayırırıq. Üzərini örtüb 40-45 dəqiqə mayalanmağa qoyuruq. Əvvəlcədən isitdiyim 170 dərəcəlik sobada təxminən 40-45 dəqiqə bişiririk. Soğuyandan sonra qabından çıxardırıq. Üstünün bəzəyini hazırlayırıq. 2 yumurta ağı, yarım limon suyunu sıxırıq. Bir çay qaşığı əlavə edirik və 200 qram şəkər pudrası az-az əlavə edirik. Mikserdə qarışdırırıq. Və bezemiz də hazırdır. Əlimizlə yoxlayırıq ki, tam soyuyub və sonra üzərini bəzəyirik. Üstünün bəzəyi öz zövqünüzə bağlıdır. İstədiyiniz formada bəzəyə bilərsiniz. Həm dadı, həm görünüşü çox fərqlidir. Evdə uşaqlar da bəyənəcək, böyüklər də bəyənəcək. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər. Və möhtəşəm şirniyyatlarımız hazır.